ölümdən sonra insanın bədəni 21 qram yüngülləşir və bu elmlə sübut olunub. Bu, ruh elementinin, yəni canın kütləsidir. Biz ölüləri dirildirik. Bədənə onu tərk etmiş ruh əvəzinə saxta bir elementi yeridərək. Amma bu sadəcə ruhun imitasiyasıdır. Viktor Frankenstein ilk dəfə ölünü dirildən adam olub. İlkini o danışa da bilirdi. Sevgi arzulayırdı. Hətta qətl törətmək istəyi olub. Bir gün ümidsizlik içində Viktorun ona həyat bəxş edən texnologiya qeydlərini oğurladı və işsiz yoxa çıxdı. Bizə isə yalnız o ilkinin bənzərlərini öyrənmək qalır. Ruhsuz, dilsiz, adi kuklalar. Əgər o ilkin ruh əldə edə bildisə, əgər boşalmış bədəni həmin 21 qramı qazana bildisə, bəlkə də biz itirdiyimiz hər kəslə yenidən görüşə bilərik. Oyan. Sən məni görə bilirsən, bilirsən mənim